Sağdan isə mütəəssifانə indi çoxlu keşvərlər və bizim öz camiəmizin ahadının çoxu Cümhuriyyə İslamını mənfi halətdə elqə eləyir bizim camiəmizə. Dərhal ki, Cümhuriyyə İslami ideolojik halətində çox yaxşı və çox yuxarı sistemlərdən biridir. Həm sosialist, həm liberal sistemlərindən qabaqdır. Amma gərək əvvəldə bilək ki, niyə bu sistem münasibdir və yaxşıdır. Cümhuriyyə İslami adı üstündədir. Cümhuri və əlavə İslam. Cümhuri ki, Ərəstunun sözlərinin içərisində var idi və İslam ki, Həzrəti Məhəmmədin sözlərinin içərisində. در واقع iki dana böyük filsufun o çekirdəyə mətləbləri, o çekirdəyə sözləri, çekirdəyə ideolojiləri gəlib oldu Cümhuriyyə İslami. Təbiətən bir münasib ideoloji olacaqdır. Bir dövlətin və ya bir hökumətin nəhvi əməlinə görə. Cümhuri bilirik ki, həman rəy əksəriyyətin şirkəti bir hökumətdə bər əsas fəzilətlərdir. Fəzilətləri ki, heyyə در واقع adab و rüsum o dövlət və ya o mərdum müşəxəs olur. İslamın da ki, meyarlarını bilirik. Bər əsası ədalətdir, bər əsası icraya musavatdır, bər əsası bunlardır. İndi bunların təlfiqi təbiətən bir münasib ideoloji verəcəkdir. Amma niyə mənfi olub mütəəssifانə camiədə bunlar icra olunmur? Camiədə bunların icrasında müşkil var. Məsələn, bizim qanuni əsasımızın %90-dan çoxu münasib bir usulu vardır. Çox da yaxşı bir usulu var. Bər əsası demokrasidirlər, tamam usul ki vardır. Amma nöqtəyi mənfi buradadır ki, çoxlu əslər məlum deyil kim gəh ola icra edir. Məsələn, məlum deyil ki, onlar icra olandılar, icra olmayandılar. Buna görə Cümhuriyyə İslamı da dərkol bir ideolojidir, münasibdir və çox da müsbət bir ideolojidir. Amma icrasında müşkülümüz var. در حالت کل بخواند bu qəziyyə və hətta cüz'iyyatı ilə də bərrəslik eləyəndə bu ideoloji demək olar ki, dana az ləhaz əlbəttə neviştə bərrəs eləyəndə və qanun bərrəs eləyəndə bir dana fövqəladə ideolojidir. Muntaha gəh bunda demək olar ki, mərhələyi əmələ çatar. Əgər ki, bu ideoloji mərhələyi əmələ yetişsə, demək olar ki, o camiə və o keşvər və hətta demək olar hər keşvəri ki, bu ideoloji ilə qabac edir, مثلا پیشرفت، توسعه و تمامی o meyarlar bunda şükuf olacaq. Bəli. Bir seri bu ideolojinin də demək olar ki, bir seri iradatlar vardır. O da budur ki, qanuni bu ideolojinin bir seri ebhamatı və şəkaflar vardır. Gəh bunlar bərtərəf olurlar. در صورتی که bu اصلاح موانع برطرف olundu, əsli tərin demək olar ki, məsələ burada məsələyi təbdili bir əməldir. Biz bilirik ki, nə qədər ki, qanun yaxşı olsa ta o zamancan ki, bu icrai mərhələsinə çatmayıbdı, sırf bir dənə qanundur. Bəli, o zaman ki, bu demək olar varid əməl oldu və demək olar ki, gəldi təf camiyə və demək olar ki, bunlar qabac etdilər. Ondadır ki, biz demək əsli nəticəni və əsli səmərəyi bu ideolojini götürürük.